olmuş bir hadisədir bu. Günlərin birində o vaxtı bir güləkçi vardı, çox böyük bir güləkçi idi. İndi rəqibi ilə qalıblar təkbədək, axırıncı güləkdir. Və hamı da bilir, rəqibi də bilir, insanlar da bilir ki, bu qalib gələcək ona. Bu bəlkə də elə bunun əsasında sonra çəkmişlər Mazandıran Pələngik filmi. Bəlkə də, bilmirəm. Ki orada Həbib ki vardı, Mazandıran Pələngi, güləkçi. Cavanlar baxmaz, yaşlılar baxar ancaq. Amma yaxşı filmdir, baxın. Güləşdən qabaq o rəqibin anası gəlir o otaqda təklikdə görür bu güləkçini. Dərgahına əl qaldırıram Pərverdigara. Amin. Bilmirəm sən nədən ötürü ağlayırsan. Amma bilirəm ki, Xudavənd aləm öz bəndələrinə aymid qoymuş. Dərdinidir. Bəlkə əlaç tapın. Dərdimə əlaç yox. Oğlana nə oldu? Xəstədir. Kaş o xəstə olaydı. Hər xəstəliyə dərman tapılar. Amma oğluma dərman yoxdur. Xorasanın yenilməz pəhləvanı, Keyvanın dərdinə əlac yoxdur. Sən məşhur Cahan Keyvanın anasısan. Axı ona nə olub ki, ana? Oğlum sabah Mazandıran Pələngi ilə güləşəcək, qorxur ki, davam getirməsin. Pəhlivan məğlub olmaqdan qorxmamalıdır. İndiyəcən qorxmurdu, amma indi bir qızı sevir. Qız da onu çox sevir. Mira varlı, adlı sanlı ailədəndir. Qızı ona vermək istəmirlər. Deyirlər ki, oğlum ona tay deyil. Amma İranın çempionu adını qazansa, onda toyuna razılıq verəmlər. Mən anayam, ürəyimi sevir ki, sabah oğlum məğlub olacaq. Həyatı, saadəti, əbədi pozulacaq. Biz yaşları tökmə, ana, ağlama. Allah sənin duanı eşidər. Oğluna sabah qələbə göndərər. نام خالقان شگفتی هاست و این است ماجرای آن ببر. ماجرا از مکانی مقدس آغاز شد، جایی که در سکوت روحانیش دعای قلبی یک مرد و راز و نیاز یک مادر به خاطر پیروزی بود. پیروزی، پیروزی، پیروزی. گروهی خندان به استقبال این پیروزی ها رفتند و گروهی گریان و دردمند. حبیب فرزند آزاده جنگل، پرورده سرزمینی که جز پهلوان در دامن نمی پرورد، با سردادن نخستین سرود پیروزی که غلبه و تفوق بر قهرمان بلند آوازی آن سامان بود، ستایش و تحسین و شگفتی و اعجاب استادی را برانگیخت و با به دست آوردن نخستین حلقه گل پیروزی راه پیروزی های دیگر را هم باز داد. راه با داریوش طلایی و مربی و استاد کشتی برور. چرا وقتی پشت حریفا نزدیک بود به خاک برسونی اینقدر کشش دادی که وقت تموم شد؟ چرا آبروی رو فقاطه بردی؟ حرف بزن! دارن میکشنش، بریم کمک. ببر مازندران، فیلمی نو و افقی جدید در ماجرا و هیجان، فیلمی با پرده عریض سیماتوف و با فیلمبرداری تحسین‌آمیز نصرت الله کنی. ببر مازندران،
استودیو میساقیه